Sərdar bəy, mətbuatda yayılıb akademik Nizami Cəfərov "vopşe", "tak что", "значит" kimi sözləri dilimizin lüğətinə daxil etməliyik. Zar bəy, açıq deyim ki, Quran-ı Kərimdə belə bir ayə var. Ya Peyğəmbər dünya həyatında bəzi adamların danışıqları sənə heyran edər. Bil ki, elə düşmənlərin çoxusundan içərisindədir. Bu Nizami Cəfərov həddən artıq bəlağətlə danışan bir adamdır. Bu adam 4 dəfə deputat olub. Elmlər Akademiyasının akademikdir. Çox savadsız bir adamdır. Açığı bəri başlanıb savadsız bir adam. Akademik necə savadsız? Məsələ burasında bizim faciəmiz odur ki, bu adamlar elə adlarını düz yazırlarsa, bəzən düz də yaza bilmirlər, akademik statuslarlar. Baxın, bu adam nə deyir? Deyir ki, əhali arasında "значит", "так что", "вообще" sözləri işlədiyinə görə bu lüğət fonduna daxil edilmədi. Bu da nədir? Azərbaycanın lüğət fondu azdır. Bizə lazımdır bu lüğət fondunu genişləndirək, çoxlu söz əlavə eləyək. Bunun üçün də əksinə baxsan, İmişlidə baş verən hadisənin davamıdır bu. Nizami Cəfərov bu sözü elə-belə demir. Nəyə görə İmişlidə o Sovet hökumətinin 9 may bayrağı qaldırandan 4 gün sonra indi də rus sözlərinin Azərbaycan lüğətinə daxil edilməsini təklif edir. Əvvəla bu adam güya alimdir. Alimcə bu bilir ki, hansı dilə sözlər hazırlanır keçir. İki cürə lüğət fondu var, aktiv lüğət fondu var, bir də pasiv lüğət fondu. Aktiv lüğət fondu bugün istifadə edilən sözlərdir. Pasiv lüğət fondu bundan əvvəl mövcud olmuş, amma bugün istifadə edilməyən sözlərdir. Əgər doğrudan da Azərbaycan dilindən hər hansı bir fikri ifadə etmədə çətinlik çəkir isə, biz özümüzün pasiv lüğət fondumuzdan götürə bilərik. Məsələn, Mahmud Qaşqaydan, oradan, buradan və yaxud da şivələrdən sözlər götürüb istifadə edə bilərik. Hansı hallarda bir xalqın lüğət fonduna xarici ölkələrin sözləri keçir? Məsələn, ərəb sözləri bizə niyə keçir? Fars sözləri bizə niyə keçib? Avropa sözləri bizə niyə keçib? Ərəb sözləri ona görə bizim dilimizə keçib ki, biz İslamı qəbul etmişik. İslamın o anlayışları ki var, o anlayışların hiçbiri Türk dilində yoxdur. Çünki bu Quran ərəb dilində nazil olduğuna görə, İslam dininin rəsmi dili ərəb dili olduğuna görə biz məcbur olmuşuq o sözləri götürək. Eynilə deməli, İslamı qəbul edəndən sonra İslam dünyasında fars dili bir poeziya dili kimi qəbul edilib. Hətta Osmanlı padşahları belə fars dilində şeyi yazıb. Ona görə də fars dilindən o ədəbiyyat xətti ilə bizə çoxlu sözlər daxil. Hansı ki, o sözləri biz tutaq ki, türklərdə tutaq ki, o cürə bir şey oldu. Əvəzində hərb sahəsində türk sözləri də daxil olub farsların və ərəblərin dilinə. Yəni, bugün ərəblərin də dilində çoxlu türk sözləri var, farsların da dilində çoxlu düz söz var. Bəs Avropa dilindən bizə hansı sözlər keçib? Texnika və texnologiya mənimsədikcə, Avropadan bizə çoxlu sözlər, məsələn, bugün kompüter, təkcə kompüterin özü məişətimizə daxil olduğuna görə yüzlərlə yeni sözlər daxil olub. Eləcə də başqa aparatlardır, nə bilim, maşınlardır, mexanizmlərdir. Bəs Çindən, Koreyadan bizə nə sözlər? Bu da nədir? İdman, xüsusi şərqin idmanı, məsələn, karetedir, konfudur. Biz məcburuq bu sözləri onların dilindən götürək. Çünki bu bizim, amma gəlin görə tak что, вообще, bu sözlər Azərbaycan dilində var ya yoxdur. Deməli sözüdür. Tak что belə sözüdür. Yaxşı, onda necə olacaq? Deməli, ümumiyyətlə. Deməli, belə bu sözləri biz götürəndən sonra bizim lüğəti, aktiv lüğət fondunda olan, doğma dilimizdə olan sözləri çıxadıb atacaq pasiv lüğət fonduna. Yavaş-yavaş sabah da Nizami Cəfərov bəlağətlə deyəcək ki, indi gəlin bir 10 dənə rus sözü daxil eləyək. Beləliklə Bəlkə ona imkan versələr, deyər ki, ümumiyyətlə rus dilini dövlət dili eləyək. O rus dilinin dövlət dili başqa şeydir. Azərbaycan xalqının dilinə söz soxuşturmaq başqa şeydir. Bu çox ciddi bir xəyanətçi bir fikirdir. O, İmişlidə o bayrağın qaldırılması ilə Bakıda qeyri-qanuni Rus mədəniyyət evinin fəaliyyət göstərməsi, Nizami Cəfərovun təklifi arasında heç bir fərq yoxdur. Mən onu dəvət edirəm bura. Gəlsin, elmi şəkildə sübut eləsin ki, o dediyi fikirlər elmi əsası var. Mən dəvət hansı halda? Nizami müəllimi dəvət edirəm. Zahir bəy, hansı halda dilə başqa xalqın dilinə sözü keçə bilər? O halda ki, o xalqın dilində o söz yoxdur və yaxud da onun sinonimi yoxdur və yaxud da tutaq ki, o söz yeni bir sözdür.
Qardaşım, Azərbaycan da deməli sözü var, bax belə sözü var, yaxşı sözü var, o var, bu. Sən niyə bunları Rus sözünü əvəz eləmək istəyirsən? Təzə çıxıb bu. 300 ildir bu Rusiyanın işğalı altındayız. Bu günə qədər Azərbaycan dilindən bir dənə Rus sözü gəlmir. Hə, əsgərliyə gedib uşaqlar orada müəyyən Rus sözlər, onlar da rəsmi bədii dilə keçmir. Çünki niyə? Bədii dildə bu sözlərin ana dilində qarşılığı var. Necə sən bunu soxuşdura bilərsən ora? İndi yaxşı, 2 dənə eyni mənalı sözü, biri oldu Rus sözü, Rus dilində bir Azərbaycan sözü. Hansı işlənəcək? Məsələn, bir şair şeir yazır. Deyəcək ki, tak işte gözəl xanım gəl gedək. Belə olacaq. Vapşam gəl gedək. Ayşə, bax bu nizamı dəfə deyirsən ki, necə akademikdir. Qardaşım, bu akademik, sən də akademik, dilçi, özdə Atatürk Mərkəzinin direktoru. Bu cürə açıq şəkildə Rusiyanın tapşırığı ilə belə bir təklif verə bilər. 10 gündən sonra Azərbaycanda bir dənə 4 dəfə Milli Məclisin deputatı olmuş, akademik hesab olunan, alim hesab olunan bir adam heç bir elmi əsası olmadan Azərbaycan Lüğət Fondunun Rus sözlərini daxil edilməsini təklif edir. Nə deməkdir bu? Sabahda biri çıxacaq, Azərbaycan Rusiyanın tərkibinə daxil eləyək. Bu Azərbaycanın suverenliğine, müstəqilliyinə qarşı addım atılan bir addımlardır. İndi mən buradan da bu Azərbaycan dövlət rəsmi nümayəndələrə müraciət edirəm. Bu Nizami Cəfərovun, bu sərsəm fikirlərin bax, niyə mövqe otarlığa qoymuşsunuz? İndi də dilimizi işğal eləməz. Ərazimiz işğal az oldu. İndi də vaxtilə 11-ci Qızıl Ordunun Azərbaycana gəlməsinin qabağında bəzi satqın Azərbaycanlı oldu. Eləcə Demokratik Cumhuriyyətin məğlub olmasında o İldırım, Çingiz İldırım kimi Rusiyanın şpionları oldu. İndi də Nizami Cəfərov kimi Rusiyanın dəstəyi ilə müəyyən bir statuslar almış. 50 dənə status var. Elmə doktordur, nə bilim akademikdir, deputatdır, tam savadsız bir adamdır. Onun mən danışıqlarına mütəmadi qulaq asıram, ətim tökülür. Bəliğətlə danışmaq elə bilir ki, savad əlamət. İndi də deyir ki, bəli, bizim cəmaatın arasında belə sözlər işlənir. İndi onda gəlin, axtı sözündə, dığa sözündə bizdə hər yerdə işlənirdə erməni dilində oğlandır. Ha, bu nə yapırsan Azərbaycan Lüğət Fondu? Niyə salmayaq? Bəli. Bu ne demek? Cemaatin arasında kardeşim, eğer o herhangi bir fikri ifade edemezse, hadisenin ifade edemezse, eşyanı ifade edemezse, sözünüz yoktursa, biz onda mütlak edip ya o halkın, mesela kompüter hansı ülkeden gelipse, o halkın dilinde bunu götürebilir ve yaxud da rəhmətli Rəsulca necə ki sözler tapırdı, mesela nəfəsli, çimərli, açar, əvvəllər anaqda qıfıl dediler, sonra o açar sözü meydana çıxır. Bu cür sözlər tapa bilərik. Sən niyə Azərbaycan dilində 1000 illik pasportu olan sözləri Rus sözlərini əvəz eləmək istəyirsən? Nəyə görə 2-3 nəfərin elə belə arada çaşıb ağzından qaçırdığı Rus sözlərini sən istəyirsən ki, Lüğət Fonduna salasan, Azərbaycan dilini Rus sözləri ilə istəyirsən çikləndirəsən. Nəyə görə? Təəssüf. Əziz dostlar, mən bunu təsadüf hesab eləmirəm. Zahir bəy, bu təsadüf bir şey deyil. O adam elmi olmasa da ağlı başında olan adamdır. O adam məhz 10 gün o İmişli hadisəsi sonra bu sözləri deməkdə ora dəstək verir. Bunlar bir mərkəzdən idarə olunur, bilərsən. Bundan da sonra, məsələn, tam bu məsələ deyirəm. 5-6 gündən sonra, bir 10 gündən sonra başqa bir Rusiya ilə bağlı bu cürə bir ideya veriləcək və bir hərəkət olacaq. Mən sənə açıq deyirəm. Yəni bu deyirsiniz, bunlar hamısı eyni mərkəzdən idarə olunur. Gəlsin Nizami Cəfərov burada izah eləsin ki, niyə takışlı Azərbaycan Lüğət Fonduna daxil edilməlidir? Və yaxud da o vapşe sözü niyə daxil edilməlidir? Znaçit sözü niyə daxil? Özdəki bu söz Azərbaycan dilinə, məsələn, biz Fars dilindən, Ərəb dilindən, Türk dilindən keçən sözlər müəyyən mənada bu şəxxaqların, bu Slavyan qrupudur. Bunun bizim dil qrupumuza heç bir oxşarlığı, yaxınlığı yox. Həm də ki, dilimizdə bu cür gözəl sözlər olurlar. Sən bu sözləri nəyə görə istəyirsən başqa Rusdan sözlərini əvəz edəsən? Bəli. Bir dənə söz keçə bilər bizim dilimizə Rusdan, o da borç. Çünki bizim milli mətbəxdə borç olmuyor. Bu borç Rus yeməyidir. Onun adını biz Azərbaycanında tapa bilmərik. Çünki qədim dövrdən türklər boş yeməyib. Bəli. Amma sən gəl bizim dilimizdə belə gözəl... Biz də ona kələm çorbası deyək də. Nəyi? Kələm çuğundur çorbası deyək. Bu deməli Çələbi gəlir ki Azərbaycana, Zahir bəy, Şamaxıda qonaq olur. Deyir ki, mən Şamaxıda xan mənə qonaqlıq verdi, 460 adda ancaq pervi var idi.
Yəni ilk yemək. Sən ilk yemək. Sən neçə dənə Azərbaycanda da ilk yeməyin sən adını çəkə bilərsən? Valla 460 çəkə bilmərəm, o heç 100-ünü çəkə bilmərəm. Çünki niyə? Yəni mən nə deməyəcəm? O qədər zəngin mətbəximiz var ki, boşda indi Sovet hökumətinin kölərində olmuşuq, əsgərimizə boş yediriblər, məhbuslara boş yediriblər. Nə bilim, Amma indi boş yaxşı yeməkdir də, insaf dinin yarısıdır. Yaxşı. mən yeməyin yaxşına pislərini söhbət adından yedim. Adından, Sən bəli. qəşəng dedin Kəram supu. Bəli. Belə demək olar. Sup özü də bizim sözümüzdür. Sup demədim. Şorbası Şorba dedim. Şorba, bəli. Deməli, verilişimiz davam edir. Bizi kiminlə yaxın? Mən burada ona dilçilik institutuna müraciət edirəm. Ay qardaşım, Azərbaycan dilin başına oynatırlar, ağzınızı açıb danışmırsınız. Özünüz də Bizdə elə institut. balalarınıza da çörəyi bu dildən aparırsan. Bizdə elə dilçiliyin üstü var ki. Nəsimada dilçiliyin üstü var da. Eləmi? Aldı. Bilirəm, var. Akademik. Məcazi Həbə bir yoxdur. şey, yəni Onlar ironiya kömrəyə ictimai nəzarət təmin edir. İroniya edirəm ona. Biabıçılıqdır.